MRT cihazı işləmir, həkim yoxdur, amma xəstəyə xəbər verilmir. Özəl xəstəxanalarda nə baş verir? Son vaxtlar bir çox pasiyentlər eyni narazılığı səsləndirir. Klinikaya vaxtında gedirlər, amma ya cihaz işləmir, ya həkim gəlməyib, ya da müayinə yarımçıq qalır. Mövzu ilə bağlı e-sağlamaz saytına şikayətlər daxil olub. Bakı Medical Plaza-da pasiyent öncədən MRT üçün yazılıb, lakin təyin olunan gün xəstəxanaya çatanda məlum olub ki, cihaz işləmir və heç kim onu əvvəlcədən xəbərdar etməyib. Tarix 21 oktyabr 2025-ci il. Oxşar vəziyyət referans klinik laboratoriyada da yaşanıb. 17 oktyabr 2025-ci il tarixində pasiyentlər check-up müayinəsi üçün müraciət edir. Analizlər, testlər tamamlanır, amma sonda deyilir ki, UZI həkimi və endokrinoloq yoxdur. Nəticədə müayinə yarım qalır və vətəndaşa sadəcə sabah yenidən gəlin deyilir. Vətəndaş da artıq pulunu ödədiyi üçün məcbur səhəri gün yenə gəlməli olur. Bu dəfə də UZI həkiminin qəbuluna düşə bilsə də, endokrinoloqa düşə bilmir. Bazar günü olduğu üçün o da qalır birinci günə. Bir check-up müayinə üçün 3 dəfə xəstəxanaya gəlib saatlarla vaxt itirmək. Bu şikayətlər cəmi bir neçə gün ərzində e-sağlamaz saytına gələnlərdir. Bunun kimi bilmədiyimiz və oxşar nə qədər hallar baş verir. Əgər bir özəl xəstəxana pasiyentdən yetərincə ödəniş alırsa, bəs bunun qarşılığında niyə keyfiyyətli şəkildə xidmət göstərə bilmir? Şikayətlərlə bağlı suallarımızı sözü gedən klinikalara yönəltmişik, cavab gözləyirik.